Neurolanguage coaching-lə tanış olandan sonra, yəni dil coachluğu ilə tanış olandan sonra çox vacib bir şeyi anladım. Əgər biz çox yaxşı bir ingilis dili müəllimi olmaq istəyiriksə, ilk öncə bu sualı özümüzə verməliyik. Yaxşı müəllim nə deməkdir? Yaxşı müəllim o demək deyil ki, qrammatikanı yaxşı bilir və çoxlu qaydalar izah eləyir. Yaxşı müəllim odur ki, tələbənin öyrəndiyini hiss edir. Onun məqsədinə doğru getdiyini hiss edir. Dili açılır, danışa bilir və səhvdən qorxmur. Bunlar əslində eşitdiyimiz şeylərdir, amma burada ən vacib bir məqam ortaya çıxır. Biz təkcə dili yox, beynini də başa düşməliyik. Dil öyrənərkən beynində nə baş verir? Qorxu varmı? Özgüvənsiz hiss edirmi? Yanlış danışaram deyə beyni onu saxlayırmı? Bax, bunlar barədə düşünməliyik əslində. Neurolinguistika da deyir ki, biz beyni nə qədər yaxşı öyrənsək, tələbəni daha yaxşı başa düşəcəyik. Nə deməkdir bu? Tələbə danışmaq istəyəndə beynində nələr baş verir? O fikrini deməyə çalışanda niyə bəzən donur, ya da niyə bildiyi sözlər birdən-birə yadından çıxır, ağlına gəlmir? Əgər biz bir müəllim olaraq bunları anlasaq, onda tədris prosesi artıq dəyişir və öyrənmə tələbə üçün təzyiq deyil də daha rahat və təhlükəsiz bir prosesə çevrilir. Və nəticədə tələbə danışır, çünki artıq beyni qorxmur və daha özgüvənli hiss edir. Bizə də lazımdır ki, tələbə kompleks yaşamadan, utanmadan, səhv edərək də olsa danışsın. Çünki bilirik ki, tələbə bu prosesi keçməlidir. Bu səhv etmə prosesini keçməlidir. Ona görə də uzun sözün qısası, yaxşı ingilis dili müəllimi olmaq üçün təkcə necə öyrətməyi yox, həm də tələbənin beyni necə öyrənir sualının cavabını tapmalıyıq. Və yadda saxlayaq ki, hər beyin fərqlidir. Bütün tələbələrin beyni eyni cür öyrənmir. Hər bir tələbənin beyni fərqli şəkildə öyrənir.